Mehmana polimetal yatağının yerləşdiyi əraziyə aid xüsusiyyətləri müəyyən edin. Bəndlərimizə nəzər salaq. Murov dağısı hissəsinin şimal yamacında yerləşir. Xeyr, bu Murov dağısı hissəsinin şimal yamacı deyil. Cənub və cənub-şərq hissəsinə düşən Qarabağ silsiləsi ərazisində yerləşir. Demək ki, bu bənd yanlış bənddir. Kiçik Qafqaz tektonik zonası. Bəli, Azərbaycanın qərbində yerləşən Kiçik Qafqaz tektonik zonası eynilə Mehmana polimetal yatağı da Ağdərə rayonu ərazisi Mehmana polimetal yatağı bu ərazidə yerləşir. Bu doğru bənddir. Mövzu yaş çuxurlar yağmışdır. Bəli, Azərbaycanda əsasən dağları orta və yüksək dağlıq ərazilərdə olduğu kimi eynilə burada da mövzu yaş çuxurlar rast gəlinir. 2-3 bizim doğru bəndlərimizdir. Digər bəndlərə nəzər salaq. Qarabağ vulkanı yayılası ərazisində yayılır. Xeyr, yanlışdır. Bayaq dediyimiz kimi Qarabağ silsiləsi ərazisində yayılacaq. 5. Arid Dendoson relief formalarına rast gəlinir və Arid Dendoson relief formaları əsasən quraqlığın təsirindən kəskin parçalanmış relief formalarıdır. Hansı ki, bu əraziləri biz Naxçıvan ərazisində, Ceyrançol, Acunahor ərazisində və Qobustan-Abşeron ərazisində daha geniş rast gəlirik və bu da yanlış bənddir. Demək ki, bizim burada doğru bəndimiz 2-3 bəndi olacaq.